bizim doğma Bakımız. Hamımızın çox sevdiyi bir şəhər. Bu isti yay günlərində bu şəhərdən doymaq olmur. İlin hər bir fəslində bu paytaxtın xüsusi yeri var. Çünki yalnız bizdə çimərliyə gedərkən özümüzlə bərabər gün çətiri və qaralma üçün kremlər deyil, qarpız və pendir götürürük. Güclü yeyib içmə mərasimindən sonra hamının tox olduğu bir vaxtda bəlkə pomidor yumurtada yeyək deyən də bizik. Yalnız bizim restoranlarda ofisantdan hansı yeməyi sifariş etdikdə və o yemək menyuda olmayanda ofisant məsləhət deyil deyə cavab verə bilər. Yalnız bizdə mebel yağı, xlor, kislata, balıq, süpürgə, çiyələk və böyürtkəni həyətdən çıxmadan almaq olar. Nəhayət, şəmi və şöşü. Heyvanları yaxın qohumlarından belə çox sevən qəhrəmanlarımız. İnsanlarla bacara bilməyən dostlarımız bu dəfə özlərini heyvanlara həsr etdilər. Ədi nə olub, yekə kişi sənə gətirib verəcəm. Ay gətirib sab, ay kişi, həftənin birinci günü pul səndədir. Nə olub, at balaqanın kimdə kəm girirsən adamın üstünə? Bir adamlığın olsun sənə. Birinci günü səndədir pul, şu. Kimdə o sənin üstünə xoruzlandı elə? Borc yerləri yoxdur mu? Bunlar bildimi, ikidimi? Bütün Azərbaycana borcluyuq, biz xəbərim var, bütün Azərbaycana. Türkçe kimi danışır səndən belə? Nə bilim, xoruzlandı bayaqdan da mənim üstümə ki, belə eləyərəm, elə eləyərəm, nə bilim, özünü tülkülüyə vurmursan, neynəmsən, pulunu gətirib çıxartmırsan. Heç nə də, mən dedim ki, həftənin birinci günü gətirib çıxardacaq da pulu, sən narahat olma. Denən elə xod getməsin, sən canavar kimi yırtaram onu. Sən narahat olmaya, sən narahat olma. Biz fil qulağında yatmışıq, kişi fil qulağında. Hamı iş tapır özünə, hamı bir gün güzaran ağlayır özünə, biz qalmışıq. O boyda kişilər karusel işləmiş. 50 qəpiy, adam da yox. Sənin xəbərin var, biz səhərdən heyvan alı çəkdik. Nə olsun ki? Sən zooparkda tanışın zadın yox. Yaxşı, bəsdir görə. Sən deyən qurdu rəyi yemisən, bayaqdan da zoopark, moopark. O boyda yer işlədə bilərik biz, başın xarab olur. Kişi zooparkda çox qəşəng pul var. Nə pul, bəsdir görə, bizim adımız var, sanımız var. Biz zoopark işlədə bilmərik, kişi. Kişi, niyə işlədə bilmirik? O boyda kənddə qoyun quzunun içində, heyvanın içində böyüməmişik. Niyə işlədə bilmirik? O heyvanlar ayrı, bu heyvanlar ayrı. İkisi də eyni heyvandır da, o da ot yiyir, bu da ot yiyir. Sən Allah. Valla deyirəm zoopark işlədir. Alo. Bəli. Yox, qardaş, biz uşaqlıq evi ilə işləmirik. İşləmirik də işləmirəm mən. Kimlə? Nətər yəni yox, keçən dəfə 3 ton ətimi sən qaytarmısan, gətirmirsən ki, satılmayıb. Sən elə utanmaz durub mənə burada zəng girirsən. Lazım. Nətər yəni, 1 ton ceyran əti idi. Ay, sağ ol. 2 ton da o dəvə əti. Fsu. Yox, qaqa, biz tamam başqa şadlıq sarayını işləyirik. Bura zəng eləmə olacaq. Davay. Kimdə? Nədir? O ət verdiyimiz uşaqlardır. Gəl görüm ay bala. Ət verdiyimiz uşaqlardır da zəngiliklər ki, bəs bu həftə toyumuz var, nəyimiz var? Şəmin. Nə olur? Biri gəlib interes oğlandır. İngiliscə danışırlar, interes oğlanlar. Kimdir ki? Deyir, animal planetdən gəlmişik. Hansı planetdən? Animal deyim, animal. Heyvanlar kanalı yoxdur mu televizorda? Ancaq heyvanlardan bəhs edir. O xarici kanal. Dur, bura gəlib. O şirlər qaçır o ceylanları da analizan. Birdən çəkib biyabır eləyirlər, bizi. Xaricdə bizimki kimi deyək. Sən Allah. Gəlsin, Şəmin o şuşu gəlsin, görüşməyələm onunla. Düşür. İnteres oğlanın başınıza da düzəlir, qəşəng. Özünü bir gəlin. Okay, in the Azerbaijan, in the animal nation in the world. Salam aleyküm. Hello. Welcome to Azerbaycan. Nəsərsən qaqa? Salam. Hoş gəldiniz. Nətərsiz? Bu kanaldır, xaricdən olar. Dediyimiz. Welcome. Sən ingilis dilinə nətərdir vəbşə? Əla. Yaxşıdır. Onu da belə eləyək. Hazır olaq. Saçınız var. Nətər? Əla. Pencək geyinim yoxsa belə? Yox, belə. Başlayırsınız. Denən sual versin birinci, ondan sonra da... Şən müəllim asking, give question. What do animal in the world, in the world? Deyir ki, vəziyyət necədir buralarda, heyvanlarla? Qəşəng, başa sallar da ingilisdir. Good. Deyir, yaxşıdır. Ürəyin zaten içinə salırsa, arada belə qəşəng reklam edirsiniz. Onu başa sallar, ona ingilis dilində başa sallar. Şən müəllim in the heart effect. Neysə. Bizim zooparkımız
bu heyvanxanamız dünyada analoqu olmayan bir heyvanxanadır. Biz bura dünyanın müxtəlif yerlərindən nadir sayda olan heyvanlar gətirmişik. Yəni ki, kökü, nəsli qırılmaqda olan heyvanları biz burada yenidən dirildirik, ayağa qaldırırıq, onların nəslini artırırıq və aparırıq təzəni hardan oğurlamışıqsa, hansı qoruqlardan oğurlamışıqsa, o vaxt oğurladığımız şeylər. Onu demədim. Hə? Hə, onu tərcümə edir. Nəsə başa düşmür. Gədə elə interesli baxır, elə bir Azərbaycan dilinə başa düşür, hə? Yox, ingilisdir. Biz burada aylara xüsusi hörmət göstəririk, xüsusi qayğı göstəririk. Aylara hər gün armud veririk. Ondan sonra armuddan da sonra armudu stəkanda çaylar veririk biz onlara. Yəni ki, bu heç bir yerdə olmayan bir şeydir, biz eləyirik. Tərcümə edin. In this world, Şəmi heyvanxana için aynı təriydi. Beer. Beer. Ha, In beer, in giving the tea, armudu stəkan. Wow, Ha. very good, very good. Hə, bu şey, İngilis dilini hardan öyrənmisən sən belə? Yadıma düşmür, o bizim İngilis dilməlimiz var. Onun kitabını Hə, oxumamışdım. bu nə də ağzımıza girdi bu. Bu qardaş bu mikrofondur deyəsən, hə? Yes. Hə, bu nə tüküdür belə? What is this? Zürafə tüküdür deyir. Zürafə tükü. Bəli, hə. Baxın, ona deyən ki, deyən görüm. Bir dəqiqə deyən. Ona deyən ki, qəşəng dovşan quyruqlarımız var bizim. Ondan sonra məsləhətli, həm sən müalicəvi həm də müəllim- qəşəng səs götürür. Sən müəllim saying we have rabbit quyruq. If you want to for microphone for this. Yeah, okay. Hə, Gedəndə verərik. Hədiyyə verəcək, hədiyyə verəcək. Hə. Nədir? Bir dənə sağ verin. Deyirən, Atam, xoş gəlmisiniz qulluğunuzdan bax, dəvə kitabınızı al, yəni ki, qulluğunuzda yola. O şirlər qaçır o ceyranların dayıcan. O süz çəkirsiniz. Sən işin gücün yoxdur. Gedə. Nədir? Heyvanlar. This is denən işçimizdir. Denən işçimizdir. Hə, this is work. Otmot. Hə, work. Sonra onu təzədən çəkərik biri, onu kəsərsiniz. Yaxşı? Hə, onu Üzrlü verin. hesab, sorry, bəs. Hə, onu verin. Evet. Olur da Hə, arada. ondan sonra biz bura bizim heyvanxanaya 2 dənə dinozavr gətirəcəyik. Hamı bütün dünya barbar bağırır ki, hə, bu dinozavrlar ölüb. Bunların nəslini qırıblar o vaxtı. Dinozavr. Başa düşür. Ki ölüb. Bunlar hamısının nəslini qırıblar. O vaxtda müharibədə 41-45-də güya nə bilim gülləliyiblər, nə ediblər, hamısını öldürüblər. Amma biz bütün dünyaya sübut elədik ki, bütün dünyaya, qoy bütün dünya baxsın və bilsin ki, dinozavrlar sağdır. Dinozavrlar yaşayır və onu Şəmi müəllim Azərbaycana gətirib. 2 dənə dinozavrdır. Biri deməli o uçan olacaq, uçan dinozavrlardan. O Avatar kinosuna baxmısan? O Avatar, okay. Hə, Avatarda küçük. Bax, biri ondan olacaq. Bir dənə də mamet var, tüklü fil. Hə, mamont. Nə? Mamont da nə? Hə, dənə o tüklü fillər. Tüklü fillərdən olacaq. Demli. Hə, denən. Şən müəllim say we are bringing in world analog no analog in dinosaurs. Dinosaurs live, yes, Yes. live. Dinosaurs Wow. live. Only Şami müəllim animal zoopark have dinosaur in Baku, Azerbaijan. We have 2 eggs, one mamont and one dinosaur in the world. First time in the world, Şami müəllim taking dinosaur from the egg. And we have 2 dinosaurs. When Oğulsan, nətər tutdursan? One moment. Mamont. Mamont. Yes, Okay, moment. and qıllıdan velasatı. And one dinosaur. Van dinozavr, Wow. biz zoopark. Here. Heyvanxana. In Şəmi. Here. in Yes, Şəmi. Şəmi heyvanxana. Yani in Azerbaycan, Bakı, zoopark in First in the world. Dedin. Sen de bilirsən ki. Hə. Hepsi o. Çəkdiniz elədiniz hər şeyi. Okay, well. Okay, it is good. Elçi, evet. Denən heyvanları zatları da çəksin, qəşəng heyvanları. Boş kletkaları çəkməsin denən. Ya. Boş kletkaları çəkmə, bir də xəstə heyvanları çəkməsin. Please say your operator don't need to Ha, boş buraya gel. kletkalar wrecking and please wreck any animals from Şəmi zoopark. Okay, okay. O şey də mən Ha, uşaqları da yola sal qəşəng. O otağındakini gətir bura o hədiyyəni. Denən bunu ki. çəkmə, bunu çəkmə. Hə, bunu Yo. İndiyərik. Bizdə belə şey yox. No, it is denən şirinlikdir ha. Qazanı indiyərik. Olmadı. Bunu da denən ki, get. Orijinaldır ya. Hələ get. Bunu da denən ki, biz şəxsi zooparkımız adından sizə hədiyyə veririk, təzə kəsilmiş. This is surprise. Şən müəllim. Animal Planet from Şən müəllim. İstəsəz mikrofon başına taxıb mikrofon kimi də istifadə edə bilərsiniz. It is good. It is good. Okay. Salam, nə problem olsa, hə. No, if your problem say it. Okay. Okay, bye bye. Thank you. Bye Bye bye. bye. It's a boss. Hara getdiniz? Məndən qaçmayın. Qaçanlardan qaçın. Dəvə quşu. Bir dənə adımız olsun da. Ya dəvə ya quş. Axşam ayını 25-lidir ya. Gələ. Gələrsiniz. Şirdə yığışıb iclas edin. Nə bilir? Güya dovşanla meymun qırıblar bir-birlərini.
Meymun yortub da onu da. Vurub bağırsağını töküb yerə. Mən neyəm? Bəli xanım. Yox, başa düşürük. Siz indi bu şəkillər göndərmisiniz ha bizə. İndi bax, hal-hazırda mən baxıram. Aç şükür, sən də bax. Baxırıq, bu nə heyvandır ki belə? Bunu hardan tapmısınız? Nətərdir? Bu qələmun nədir xanım? Bu qələmun nədir? Heyvan növüdür. Hə, xamilyon, belə deyin də. Bu qələmun birinci dəfə dəyişdirəm mən. Hə. O gündə neçə dəfə dəyişir rəngini? Sən Allah. Deyir heyvandır, rənginin adını dəyişir eləyir orada, nə bilim, kərtənkələyə oxşuyur belə. Elə heyvan var, elə. Bir şəklini çəkib göndərib. Bu sıçan qrupunu planıdır. Xanım, siz o heyvanı poçtla göndərə bilərsiniz bizə? Hə, karovkanın içində. İndi qıraqlarından deşiyi açarsınız da, nəfəs. Hə, göndərin. Siz indi haradasınız, hansı şəhərdəsiniz? Hə, göndərin şeyə, deməli, Bakıda Şəmi heyvanxanası var. Şəminin heyvanxanası Lübuhi adamdan soruşsanız, hamısı bilir də, onu deyəcəklər. Hə, yaxşı, elə bu heyvanxananın rəis mavini Şöşü də buradadır, baxırıq biz heyvanlara baxırıq. Hə, oldu. Sağ ol. Bu qılımın nədir? Hə, bu nə heyvandır belə, bu nətərə olur? Bu həm kərtənkələyə oxşuyur, həm dovşana oxşuyur. Gəl görüm. Həm dovşana oxşuyur, həm nə bilim, Hala, nədir? salam, ağsaqqal. Allah başarılıklar. Bu nədir? Salam, gəl, otur, narahat olma. Başarılıklar. Otur, Sizin əlinizdən taza üsul tapmışam. Ağsaqqal. Sizin əlinizdən mən belə gəzirəm. Ki mənim başımı Allah'dan olmasın. Biraz kiç otur. Əyləş, ürəyin harasın, otur. Görüşək. Eşq olsun, ağsaqqal, eşq olsun. Salam, görüşək. Eşq olsun, otur, əyləş. Əyləşəcək var yan. İlandan qorxursan, çəkil əyləşdir, nə var? Eləmə, işi yox, ağsaqqal, biraz araba otur, otur. Ağsaqqal, bu biz elə bilirdik kanister axırıncı variantdır, amma sən demə kanisterdən də axırıncı variantlar var imiş, ha, bu nə məsələdir? Bu 100 dana kanistrə dəyər. Hara getsək, gel. Aha. Bu 100 dana kanistrə dəyər. Dərə nəyə görə? Nəyə görə? Benzin qutardı kanistrdə, düzdür? Bunu saldım başının benzin bakına, baş aşağı. Aha. Benzini içdi, qalxdın tüpürdü. Hə, o variantlara getmiş. Şılanla bəzi istifadə edirsən. Hə, laf yaxşı. Həm də ki, öz işlərini görürsən, nərə qorxudursan, eləyirsən Lazım zamanı. olanda, lazım olanda. İndi bizim məkanımıza xoş gəlmisən. Sağ ol. De görək, nə qulluq eləyə bilərik, nə eləyə bilərik, nə bilim, suvenirlərdən, ondan sonra ətlərdən, dərilərdən, sumka, ayaqqabı. Mənim nəvəmin toyudur. Xeyr olsun. Hə, burada eləmək istəyirsən toyu? Yox. Hə. Mən toyu şahlıq evində eləyəcəm. İnşallah. Bizi qonaq çağırırsan ora. Yox. Mən sizi nə eləmişsin ki, bu maşallah. Hə, demək ki, müzayimizət lazımdır. Bu işin yoxdur. Bu, bu eləməklə Mənə də göndərdi şey. göstər o şəkilləri. Ala, bax, ayaq saqqal, bax. Bax, gərək baxasan da hamısına, bax. Narahat ol. Ağsaqqal işin yoxdur, nə otur, nə boy. Hə, bir toy eləyirsən, Allah xoşbəxt eləsin. Sonra. Sağ ol. Toydan menü qeyri-adi olmalıdır. Aha. Mən istəyirəm egzotik heyvanlardan yemək olsun. Yeməklər egzotik heyvanlardan. Egzotik heyvan nədir? Hansı heyvanlardır? Tısbağadır, qırqovuldur. Nə bilim, o egzotik heyvanlarda uçan quş, uçan Hə, ağsaqqal. Papuqay, yekə papuqaylar var sizdə. Hə, neyirsən onu toya? Papuqay tandırda ləvənci. Papuqay ləvəncisi. Ağsaqqal, sən Elə bahalı şeylərdən. Mənim nəvəmin toyudur. Nəvəmin toyunda o olmalıdır. Bahalı şeydir, bahalı deyil. Yox, bir dəqiqə, ağsaqqal. Burada, indi qıraq niyə gedirik ki? Burada mən sənə spisokla hər şey deyəcəm, hər şey başa salacam. Sən də bax, ürəyin hansı ətdən istəyir, hansı heyvandan istəyir, denən bir-biri biz onu təşkil eləyək. Sən bizim ağsaqqalımızsın, neysə? Neçə yüz nəfərlik toy axsaqda? 600. 600, ay maşallah. 600-ə dana kəsməli. Onda qaban bütün heyvanları kəsərik, də bu? Yox, hamısı yox, indi siz maşallah. Mənə ucuz qiymətə fil verin. Ucuz qiymətə, ağsaqqal, bax burada, də belə deyək, də belə bir-bir sadalamaqla çətin olacaq. Gəl elə katras göstərək sənə, nə varımızda, nə yoxumuzda, sən də seçmini elə də. Kəpənəklər var, kəpənəklər. Kəpənəyini emirsən axsaqda. Kəpənək supu. Olacaq, hər şey olacaq, hər şey olacaq. Onu əlindəkini apar. Bülbül dilindən katilet. Hər şey Amma olacaq. bax indidən xəbərdarlıq edirəm. Mənə nəsə Allahdır. Hadi, o yana elə. Hadi, başa Şuradan çəpan bastı ki, sizin işiniz də hop belə ye. Hə, narahat Gəlin, olma. gəlin. Sən Ürəyin istəyir, qardaş, bax bu bildirçinləri sənə qəşəng tabaq eləyək verək. Bax orada quşu görürsən, onun dilindən qəşəng kotletlər eləyirik. Bax, qaranquş dilindən Ağsaqqal, kotletlər. bax, Bax, ayı var idi. Ayı, qonur ayı. Bəli, O bəli. ayını indidən bastırın yerə.
Ha, o işləsənmi? Taban bastırması olsa, Ha, bastırma eləyəcək. O işçilərə denən o ayını indidən diri-diri bastırsınlar ki, düzdür ağsaqqal? Bəli, bəli. Diri-diri bastırsınlar ki, Soğan doğra üstünə. Üstünə də soğan doğrayın. Soğan doğrasın. Üstünə də soğan. Soğan Ağsaqqal, bax o kletkadakı keçiləri görürsənmi? Ha. 2 dənə keçi. Ha. Ay sağ ol. Onlar 3 dənə idi. Yəni ki, qırmızı kitaba düşmüş keçilər idi onlar. Dünyada 4 dənə idi, onların 3-ü Azərbaycanda idi. Basında üçün son niyə 2 dənədir? Üçüncüsü deməli onların belə bir ikisi qırmızı kitaba düşüb də. Ha. Biri də abeddə qara dəftərimizə düşdü bizim. Yes, Ağsaqqal, bax, ilan paştetlərimiz var. Doğrayırıq ilanı, qəşəng nazik. Halal kəsilmiş şirlərimiz var. Yox, yox. Mən ilan yanmaram. Yox, İlan paştet yedim, eləyir. bunun xətrinə dəyəcək. Yox. Ağsaqqal toya belə gedəsən sən. Asla, elə bilirsən mən belə getməsəm kimsə pul yazdırar orada. Nətər adam Mən orada da. bundan oturacam. Beton ilanıdır da, hə, ağsaqqal. Bu, yox betonla, beton. Beton. Şeydir da, o beton qarışdıran maşınların içindən çıxan ilanlardandır. Siz bu adamlar, Ətin kilosu nə qədərdir? Sən neçəyə alırsan ətin kilosu? 8 manat. 8 manata. 7 manatdan Allah xeyir versin. Gətir, ürəyin Ton hansı yarım. əti hə? Sakit. 7 manat razılaşaq. Ağsaqqal, yaxşı. Başında belə elə şey yox. Ağsaqqal, ürəyin neçədən istəyir? Neçədən istəyir? 2 manat ya, 2 manat. İlan danışırsan yalandan başıma. İlan misal sən bu danışır. Sən ilan misal bu danışır. Mən bir dənə çırtma vuranam, ikiniz də hop verir ya. Danışır. Benzinmi görməmişsiniz, mənə burada qiymətdə şey gəlir. Yox. Benzin, Ağsaqqal, neçə manat dedin? 2 manat. 2 manatdan ton yarım ət ayın neçəsinə? Ayın 14-ü. Ayın 14-ü Şadlıq Sarayının qabağındadır. Sağ ol, Rahat olma, qazellə özümüz gətirib düşürəcəyik. Bax, bu hala balasıdır. Hə. Bunun anası da var. Elə eləmə ki, o at gəlməsə mən bunun anasıyla gəlim. Ağsaqqal, bir dənə sən hirslənmə, vəssalam. Yaxşı? Lər billə, adama. Hə, vəsyo, narahat olma, narahat olma. Sağ ol. Razılaşdılar. Gəl lan. Yazıq sınıxı be. Hə, bu nətər atdı ki, salam aleyküm. Salam. Bunu bir yedizdirir, içizdirir, bu nədir, bu maroz mu vurub, xəstədirmi, bu niyə boya çıxmır ki? Buna biz verdiğimiz yemeği burada heç kimə vermirik. Nəyi? Zaftrika yoğurt veririk, Aha. düyü aşı veririk, Aha. döner çörəyi arası, cheeseburger. Nə danışırsan? Hə, klub Hə, sandviç. bəs niyə əmələ gəlmir bunlar? Yazıq bilmirəm, neysə sınıxıb. Nə qədər yemək veririk boyatmır. Ona görə nə diqqət edin, nə diqqət edin, bu boyda pul xərcləyirik, bu valla pul tökürük, hamısı cibimizdən gedir. O gün adırına da maxkamaxdan döner. İnsanların dostu. Hə? Cicləmə ginən. Bunun rənginə bax. Bir tərəfi ağ, bir tərəfi qara. Yenə. Sıvırsa belə bir. Tük basıb bunu. Ye. Hə? Ceyrana bax, bal deyə bal. Hələ ye də. Arıqlamısan ha. Desə yaxşı baxmır. Hə, hələ verəm yerə sənə demir ha, ceyran. Bal. Qoydum bura götürərsin. Meymuna bax. Nə meymunluq eləyirsən? Hə? Sən deyələ sənə tötün döv, sən deyə. Sən mənə yığmısan belə. Belə. Mənə daha zəng eləmə, vızı basma mənə, gizələmə məni. Nə? Lahmacı, qudurlasan qurbağa. Sana qurbağa verəcəm. Zəhər nasmı? O meymunlar nə oldu bəs? Onların qabağına nə atırım yeyə bilmirlər. Sən Allah? Hə. Ona keçən həftə bu şeydən müştəridən onlar siqaret alıb çəkmişdi o meymun. Ona görə mən onu cəzalandırmışdım. Əlim qolum qandallanmış. Gəlmisən qandallanmışsan. Hə, dənə qandallanmışdım ki, bir tərbiyəvi bir şey olsun, söhbət Dəhşət olsun, səni. tərbiyəvi bir şey olsun ki, bir düzəməli. İndi onların bananların zadların vaxtında ver yesinlər, yaxşı? İstəyirəm açam qalınarlar, nə deyirsən? Hə, heç də aç dənə aç, biraz Hə. gəzsinlər, dolaşsınlar, tullansınlar, tutsunlar. Halo, Bu yenə gəldi, ya. hara o? Kim ha? O qoyun quzu zat saxlayan yer var burada. Fermadır nədir? Ferma hardadır o Hə, ferma? bura zooparkdır, ferma nədir? Hə, dana ferma deyirəm. Belə ferma. Zoopark. Nədir? Zoopark. O söz deyəmirəm dana, mən o zoopark sözünü deyəmirəm mən. Ferma deyirəm. Hə, bir də başın xarabdırsan. Hə, nətər gəldin çıx? Niyə bura? Sən hər yerdə bizi tapırsan. Hər yerdə gəlib başımızı oynatırsan, axırda da heç nə olmur. Hə, eyb yox. Eşitsən məni. Hə. Söz oldun da sən. Hadi hə. Qatırsan maşına, Hə. orada 2 qoyun var. 2 qoyun var da mənim maşımda. Soruş gör olmağa neçə verərsən. Hə, qoyunlar satılmır burada. Başa düşürsən? Hə. Bura zooparkdır. Bura heyvanxanadır. Cəmaət gəlib burada
ailəsi ilə, uşağı ilə, ondan sonra gəlib burada istirahət edir, dincəlir, burada heyvanlara baxır. Çünki bu heyvanlar Respublikada heç bir yerdə tapılmayan heyvan, nəinki Respublikada, dünyada tapılmayan heyvanlar. Sən buna nətər gəldin? Onda eşidirsən məni? Hə. Maşında barda soxda 2 dənə quzu var. Onu gətir qoy canavarların yanına, qoy cəmaət baxsın. Bu nə danışır? Canavarın yanına quzu qoymaq olar. Niyə qoymaq olmur ki? O quzuları gətir qoy bizim yanımıza, ağıllı ol. Yox, oynamıram. Sizə də verə yoxdur qardaş. Qoy elə qalsın canavarın yanında, ona da verə. Heyvanı yaxşı başa düşür. Sənin ağlın yox. Heyvanı yaxşı başa düşür. Ağıl deyilən şey yox. Əla, eşsən. Orada bagajda məndə camış var, camış. Səndən yaxşı olmasın belə ətli canlı. Onu gətir qoy timsahın yanına. Nə deyirəm? Bunun maşını zooparkdır ki. Sən bu heyvanları satmağa gətirmirsən, heyvanları yeməyə gətirmirsən, şirpələn gəlsən, başın xarabdır, başın. Yox, heç camışları sən timsahın yanına qoyanməzsən indi, qoyanməzsən. Şu timsah onu parçalayar, yiyər heç. Narahat olma, sığortası zadı var, hər şeyin həll eləmişəm. Narahat olma. Sən o camışı neçəyə verərsən bana, camışı? O camış satılmır, burada hepsini satılmır. Əla. Burada qoyulub ki, cəmaət gəlsin, baxsın. Eşitdən bayaq gələndə o şey şiri gördüm, yazığın başı saçı belədir, o yaydı, onun başını polboks elə belə qırdı. Narahat olma, sən başını qıstırmırsan. Onun başını polboks eləsən belə, qəşəng onu neçəyə verərsən? Satılmır burada. Sən bizi dolamırsan nə? Əla, satılmırsa onda yaxşıdır. Yola ver getsin. Eşitdən mən 2 dənə göyərçin var. Onu gətirirsən, salırsan o baseyndəki balıqların yanına. Neçə eləyərsən onu? Bu nə danışır gec-gec? Baseyn nədir, balıq nədir? Əvvəla baseyn yox, akvaryum. Hər dənə baseyn. O sözü deyəmirəm, o akvaryum sözünü deyəmirəm, o baseyn deyirəm. Əla. Qoysan. Əla. Neçə verərsən? Sən bunu burada Yola ver çıxsın getsin. Yola ver getsin. Sən bura alıb elə gəlmirsən, nəyə gəlmirsən? Heyvanat satırsan, nə alırsan? Yox, sən deyə tanımadın. Pulum dadım var ha, mənim pulum var. O göyərçinlərə 2 ayda düz üzgüçülüyə göndərirəm. Bir dənə üzməyi var, uçmaq yadından çıxır. Nə deyir? Sən elə evin, maşının, elə başına evə zoparkda bura nə gəlmirsən? Əladır. Eşitsən məni, bayaq gələndə orada gördüm. O qoyunun başına niyə belə buynuz qoyubsuz? O cross mudur, nədir öyle? Qoyun deyə qoyun sənsən. Nədir öyle? O maraldır, maralın başının buynuzu. Əla. O buynuzsuz mənə neçəyə verərsən sən? Buynuzsuz neçəyə verərsən? Satılmır. Kişi satılmır. O da satılmır. Əla. Eşitsən məni. Məndə maşında bir qoyun var, sözlərindən yaxşı olmasın. Bir dənə breakdans oynayır, bir dənə breakdans oynayır. Breakdans sana belə şeylər. Yox, onu toka qoşuram belə qəşəng. Breakdans elə orada da keçilir. Bizdən məzələnir deyəsən. Əladır. Bizdə də var elə şeylər, bizdə də var. Arada məsələn heyvanları maket eləmək üçün, qurudub eləmək üçün onlara toka qoşuruq. Elə bax belə də qalır. Nətər qap, belə onu belə neçəyə verərsən? O da satılmır. Hədiyyə veririk. Bu səndən məzələnir. Sən də bunu bütün cavablarını at. Şöşü. Səndən yaxşı olmasın, maşında bir dənə qotur itim var. Nə? Eşitəmir. Bir dənə qotur itim var. Bax, quyruğu kəsik, qulaqları kəsik. Gətirim onu qoyun burada qalsın. Yəni çoban etidir ha? Yox, onu alanda qiymətin baha dedi. Dedim bunun qulağın, quyruğunu kəssən, mənə neçəyə verərsən, neçəyə verərsən. O da kəsdən ucuz almış. O da elə sənin ağılda olur. Həmişə gic eləmirmi? Yer çıx get buradan, yer çıx get, başqa işinlə məşğul ol. Burada deyən xəstə heyvanlar zad var. Bayaq o dəvəni gördüm. Onun deyən belinə pirişik çıxıb, belə böyük pirişik var. Kişi dəvə elə olur. Sən yəqin ömründə bir dəfə dəvə görmüsən. Yox, oynamıram. O pirişik oxşuyur. O xəstədir. Başı boş. O belində su bakları var. Yəni su bakı var. Məsələn uzun səfərə də çıxıb eləyəndə o da. Yox, almıram, onda onu istəmirəm. Satmırıq. O pirişik oxşuyur, amma o pirişik idi. O xəstəlik. Xəstəlik idi, o pirişik deyil, ikincisi Tiban idi. Tiban. İkincisi Tiban. Üçüncüsü sən heç dəvə görməmisən deyəsən. Yox, görmüşəm. İndi o Tiban idi, onun belindəki Tiban idi. Hər ay kişi, şöşü. İşi yoxdur, işi yoxdur. Yola ver getsin. Bir dəqiqə şöş bağışla, bir dəqiqə şərt bura gətir deyirəm. Bu şöşü sən nəyindir? Qalamoğlu. O neçə verərsən mənə? Şöşü satılmır. İşi yox, işi yox. Əla. Bu mənə doğru istəyirsən. Bura qəşəng sərinlik daha, qəşəng. Yəqin bu kletkada zadda qalarsan şəmi. Yox, mən bu kletkada qalmıram, amma deyən bu kletkada... Gəl bunu sabah klet. Amma deyən bu kletkada deyəsən ilk insan olacaq burada zooparkda ki, yaşayacaq burada. Neçə verərsən o kletkada? Pulsuz. Ay şöşü, başa sal qardaşım. Kletkada pulsuz olacaq sənin üçün gəl məndən. Çay, ləbləbi, qoza, hər şey olacaq. Ləbləbinə də rəqqasələr gələcək. Eşidirsən məni? O bala canavarın gətir başını üzüm, ana canavarla bir yerdə qalmaq istəyirəm. Neçə verərsən, neçə verərsən? Sən bizlə məzələnir. Əladır, bura əladır. Nətərdir? Təşəkkürlər. O şirləri aç, bırax da, o şirləri. Get bu saat yanına bu saat leopardı da çağıracam. Ayını da, canavarı da. Eşitsən şöşü, orada mənə çay ver, çay göndər. Bu saat rəqqasələr gələcək. Əla, heyvanları yığdıramsın. Əladır. Tamam, çimləyə bir dənə O neçə kilo ət yazdın sən ora?
ton yarım filan restoran. Aysa ton yarım ora, ondan sonra 200 kilogram göndərirsən. Bəlğəm şaldıq sarayına. Ora 100 kilogram da şeyə söz vermişdim hədiyyə. Bu şeyin Marif kişinin nəvəsinin kiçik toyudur kənddə. 100 kilogram da ora. Heç də 100-dən artıq heç nə göndərmirsən ha ora. Özə bax gör, əgər şey əti olmasa, mal əti olmasa, o Fillə qatışdıracam. problem yox. Fildən, atdan zatdan şeylərsən. Bir də yaxşı yadıma düşdü ha. Bu dağ keçisi yemişdi ya dünənlər abidə. Hə. Onun sən dərisini nə etdin? Demədin onu duzda qoyuram, mənə sonra verirsən. Aysa, bugün gedəndə yadıma sal, axşam evə çıxanda götürüm, onu evi təzə remont eləmişəm. O qapının ağzında üstünə yazacağam, xoş gəlmisiniz ki, cəmaət ayağınız adını silsin. Səndən ideyalar çıxır. Ki, cəmaət ayağınız adını silsin, keçsin içəri. Bir də ki, şeydir, ilan qaçmış da bizdə keçən həftə. Hə, qara ilan. Aysa, onu tutdunuz. O tülkü ilanıymış. Onun qiymətini bilirsən də sən? Hə. Onun qiyməti 1 milyon yarım qiyməti var o ilanın. Yaxşı. Bəli, onu keçən il Dubaydan uşaqlar Bugatti Veyronla dəyişirdilər, dəyişmədim mən. Maşınla. Hadi maşınla başa-baş, o sportivli maşın var ya, dünyada 300 dənə. Hə, o ilanı nətər tutdum, heç soruşmursan məndən. Nətər tutdun ki? Gəldim gördüm qıvrılıb qoz ağacının dibində yatıb. Aha. Lapatka ilə qoydum təpəsindən, başı düşdü bu yana. Öldürdün. Nağarın başı vuran kimi ayrıldı bədənindən. Ayasın, nətər adamsan? Nətər? İsraf eləməmişəm, narahat olmaz. Götürdüm o ilanı, o kitaylar yoxdur, təzə restoran açam, bu zoparın qırağında. Sattım Çin onlara. çan çan restoran. Hə, sattım onlara, qoy zad eləsinlər, getsin. Yaxşı elədin, yaxşı elədin. Bir də ki, bu indi cəmaət gəlir ha burada. Bu heyvanlara semişka verirlər, nə bilim, çenlik verirlər, nə bilim, neynirlər, qabaqlarına atırlar. Onları sən kateqorически olmaz. Yəni bir orada yazıb vurmuşuq, görün kimsə verir, deyin ki, ay cəmaət, onları verin bizə, biz onu özümüz həll eləyəcəyik. Hə, deyin ki, alım əllərindən. Hə, əllərindən Neyirsən al. onları? Deyin biz özümüz axşam vaxtı, bu heyvanların istirahət vaxtı özümüz verəcəyik. Hə, nətər neynirsən? Verəcəm o deyə mehmanın mağazininə. Qapının ağzına bir 5-3 manat. 5-3 manat da oradan şey verir. Mən incimişəm, ay keçi. Keçilərin yəli var sən deyəsən. Gələ. Gedirsən ondan buna, bundan buna. Hə. Dünən at eşidib söhbəti. Davlensi qalxıb gecə ilə. Yaxşı ki meymun olub. Gedib 2 dəqiqə həkim tabı gətirib davlensi alıb aşağı. Bacaranmıram öz ilə, bacaranmıram. Gələ. Yi. Siz xəstə adamlarsınız. Öldürmüşsünüz. Yoruldum mən daha, yoruldum. Nə olub yenə sən elə şikayət? Mən bacaranmıram bunlarla. Niyə? Nə olub hə? Ha bunlar ot yemirlər. Mənim üçün ətdən dəm vururlar. Kim? Ət verəyəm, şirlərə də. Nətər yemirlər, mən evdə göyərti, keçmiş, mən boyda adam yeyirəm, reyhan yeyirəm, nanə yeyirəm, yarpız yeyirəm. Küçük düzəldib yeriyorlardan. Bu nətər yemir? Bunlar yemirlər. Hadi ocatdı, hə, nə olub, niyə yemir? Sən hələ bayağı gönlü olub. Gələm orada, yem verirəm heyvanlara. Biri görüm 2 dənə ayı söhbət edirlər. Hə. Görmüyor mənlidir. Gəldim, Nə deyirəm? şirlərə qulaq asıram. Aha. Hə. Məni ki anladmaq istəyirlər. Şir ha. Hə, nədir? Mənə belə. Sən. Hə, mən gəlim kletkaya. Aha. Qapı məyisində. Məni ya. Elə şey Hə, var. səni yemək olar, zəhərli şeysən. Mənə mən sən ilanlardan deyim. Nədir? Fısıldaya qalıblar. Və ilan nətərindən qayırmardı ki, fısıldamalıdır da bu. Mən nə bilim onu Hə, mən çox danışma, işte sən o şirlərə bilsən nə qar. Otun üstünə, samanın üstünə, orada o ətlər yoxdur, o restoran ətindən. Restoran ətlərinə Onun sıxın. suyundan sıxırsan, otun üstə. Verirsən şirə, denən delikatesdir, gör necə yiyəcəklər. İlanlarına verim. Ara ilanlara da o, neydi o, keçən dəfə sən dedin ki, onları Hə, söyləyəcəksən. ilanlara da. Burada şirniyyatlar var bizdə. Konfet, manfet, ondan sonra nə bilim, sasulkalar, jelibonlar, zatlar. İlanlara da elə şeylər Hə, verir. ilana vapşeta turbuçkalı sok al. Onlar xoşduyuda tutsun, belə etsin. Turbuçkalı sok ver. O jelibonu verərik dəvə qoy çeynəsin. Hə, problem yoxdur. Yəni ki, Jelibonu dəvəyə ver. indi xarici turistlər zatlar gəlib eləyir də bura. Onlar da görsünlər ki, biz heyvanlara qəşəng münasibət göstəririk. Belə bahalı yeyib-içməklər zatlar alırıq. Bəli. Bəli, Şəmilin şəxsi heyvanxanasıdır. Yox xanım, hal-hazırda heyvanların qəbulu dayandırılıbdır. Bəli, bu sezonla əlaqədar, ondan sonra o xəstəliklə zadla əlaqədar biz dayandırmışıq heyvanların qəbulu. Nə heyvanlardır ki? Hansından? Antilop. Bir də gördün. Balıq yoxdur mu ki, on burada? Yox xanım, yox. Bilirik, başa düşürük, nadir tapılan heyvandır, amma varımızdır, hər şey varımızdır. O siz dediyinizdən də var, bəli, akvaryumda. Hə, dağlarda qaçar. Hə, bildim. Yox, lazımdır. Dəhşət deyib, bu salamat deyib. Gəl, kimdir orada? Gəl. Gəlin. Vay, kimdə şu?
Ay salam aleyküm, hoş gelmişsiniz, hoş gelmişsiniz. Hoş gelmişsiniz. Buyurun Hoş əyləşin, buyurun geldiniz. əyləşin. Çox sağ olun. Ay necə istedi? Necəsiz? Sağ olun, çok sağ Mən olun. sizi Yaxşıdır. bir şeyə görə narahat eləmişəm, elə Aha. baxa-baxa gəlirdim. Buyurun. Suvenir istəyirəm. Günə gedəcəm bugün. Düzün vandasız, düzün vandasız. Oradan Xanım, gəlib gəlmişəm. çıxmısınız. yəqin ki, hansısa bir tədbirə gedirsiniz, hansısa Ad bir... günə gedirəm, Ad- istəyirəm maraqlı bir şey. Əla, əla. Bax, Yerinə bizdə gəlib düşdü. ad günü üçün xüsusi suvenirlərimiz var. Yəni çox adam bizi qınayır ki, ay nə bilim, Şəminlə Şöşüngöy o zooparkında heyvanlara işgəncə verirlər, yəni toka qoşurlar, nə edirlər. Allah Amma eləsin. görürsünüz bu toka qoşmağın da nəticəsində qəşəng gözəl bir suvenirlərimiz əmələ gəlir. Yəni bizi çox adam qınayır ki, heyvanlara işgəncə verirsiniz, nə edirsiniz, ona falan beşməkan. Bizdə adi cahamatı da biz nəzərə alırıq ki, bəlkə kimsə ad günə gedir, bəlkə kimsə toya gedir, bir nəsə bir maraqlı bir hədiyyə alsın da, düzdür? Ona görə də biz sizə təklif edə bilərik ki, Doğurçu heyvanlarda Bəli, bəli, təbii bizdə canavar qurudulmuşu var, şir qurudulmuşu var, ilan qurudulmuşu var. Hamısı suvenirlərdir. İstəyirsiniz, bəli, canavarın sümüklərindən Eşidirsən mi? düzəldilmiş. Sən çox danışma. Get o şeydə 3-cü kletkada. Ceyran var idi, o qırmızı kitaba düşən ceyran. Axırıncılar. Hələ 700 min almamışdı. Bəli, bəli. Get onun başını kəs, onun dərisindən indi bax onun üçün ayaqqabımı istəyir, şalvarımı istəyir, köynək mi, nə istəyir. Onu kəs, onun başında qurut, suvenir kimi hədiyyə aparsın. O biraz vaxt aparacaq, eləyəcək. Hə, Yəni onu və yaxud da bizdə burada ağ ayımız var. Yəni xüsusilə oradan Antarktidadan gətirdiyimiz ağ ayıdır. Özü o ayı elə belə ayıdır. Onu xaladenikdə saxlayırıq. O vaxt Coca-Cola reklamı var idi. o çəkilən Həmin ayıdır. bura gətiribsiniz. Bura elə belə yerdir. Bura elə belə yerdir. ekskluziv heyvanlar, şəmi heyvanlar. İndi o tanısınlar. ayın da olar. Hər şey ayının dərisindən özdə biz nə edirik? Deməli ayının dərisini soyuruq. Yəni siz birinci klient görürsüz ki, ayının dərisini soyuruq. Məsəl üçün kimsə gəlir ki, mən şuba istəyirəm, ağ rəngdə. Şuba yox, ayın dərisindən kupaynik düzəlmək olar. Olar, qəşəng güllü paniklərdə düzəldə bilərik. Özdə yəni ki, geyindiririk. Əgər əyninizə olmasa, xoşunuza gəlməsə, biz abratına qaytarırıq ayını. İndi bir ay olduğuna görə bu saat çox Ayının öz əyninə görə. Ayı kupaynik geyinir. Yox, yəni ki, onu təzədən dəri halına gətirib, onu ayının şeyləri ki, çılpaq görsənməsin. onu qış üçün əsasən istəyirlər, yəni belə pis çıxmasın. Yaya qəşəng krokodil dərisindən at paltar. Çox uzağa getmir. Bax, Şöşüb bunu bir dənə qəşəng göstər, bu Sibir türküsü. Gördüyünüz bu Sibir türküsündəndir. Bax, başı da üstündədir, kəsib tullamamışıq. Təmiz Sibir türküsüdür. İcamlarda avladılar, zooparkın heyvanlarını. Bir dəqiqə, baxın necə yaraşır. Bax, görün, qışda soyuq olanda Şəmi özü də bunu geyinib çıxır çörək almağa. Bir dənə fikir verin gözəlliyə. Bir baxın hələ. Ay gözəldir. Ay yox. Pramozit dəyişir. Siz ay yox. Adam baxdıqca 4 dənə göz istəyir, bir dənə baxsın. İstəsən amma bəlkə bir şey eləyək, burada ekskursiya eləyək, göstərək. Bəlkə o qaz tükündən bir sizin maşınınız. Orada tez həyətdə bir qaz yox. Bir dəqiqə, bir dəqiqə. Tapılmayan qazlar var. Narahat bir dəqiqə gəlirəm. Tapılmayan qaz. Ay! Gətir Şöşüb. O qazı neyinirəm? Bax, bax, tərpənir, fikir ver, fikir ver. Bundan da, yəni boynunuzun qırağına indi olur da, arada xanımlarımız xoşlayırlar o. Tükə bax, ver, fikir ver. Hə, tük öz. Bax, canlı, bax. İyisinə bax, Təmiz, sən. tərabət. Bu qazlar elə belə qazlar deyil. Bax, bu qazlar məsəl üçün çölə gedəndə bunlar suda gedib özlərini yaxalayır. Təmizdir. Yəni bu tükü boynunuzdan asıb, Ola boynunuza bizim doğrayabilirsiniz. sözlərimiz sizə gülməli gəlsin. Yəni görən bayaqdan Gülməli gəlmir o, mənə elə bir ki, ələ salıraq. Mənə süveyir lazımdır, 1 saatda böyle qazın... Onda belə eləyək. Necə gülmə... Bunu atmadan stolun üstünə demiş, apar anasının yanına orada anası şeyləsin, sür versin. Deməli, biz çıxaq bir dənə abxod eləyək, ola bilsin bizim sözlərimiz sizə inandırıcı olmasın, bizə inanmayasınız. Biz sizə bütün heyvanları, hər şeyi göstərək, yəni o heyvanlarda nə eləyə bilərik, nə tər eləyə bilərik. Yəni biz burada elə belə işlərlə məşğul deyirik, biz restoranlara ət paylayırıq, biz dəri paylayırıq. Ona görə mən istərdim ki, kiçik bir ekskursiya eləyək, baxasınız heyvanlarımıza, ondan sonra isə öz seçimizi, əlinizi hansı heyvana qoydunuz onu da kəsəcək. Elə, Allah sizə razı olsun, çox sağ olun, sağ olun. Köşü getdik. Gördüyünüz kimi, bax belə qəşəng. Bax belə, yəni özünüz bilirsiniz ki, bax bu cür şəraitə düzüb qoşmaq, heyvanlara bax. Hə! Nə qayırsan sən? Görürsən qonağın yanında özünə tərəf alır. Heyvan, niyə öldürürsən milçəyi? Gəlib vızza vız. Qoy bu danışma.
Sən bir dəfə demişəm ki, biz heyvanlara qarşı qayğı göstərməliyik, sevgi göstərməliyik. Durub burada mənim qonağın qabağında milçək öldürür. Ona buna biz şey eləyirik, nümunə oluraq bu burada. Nəysə, söhbətim onda deyil. Xanım, konkret deyin, nə alırsınız, nə istəyirsiniz, biz onu düzək qoşaq. Yarım saat ərzində, yəni ki, çatdırılmayla siz gəlib apara Mən bilərsiniz. heç nə almağa gəlməmişəm əslində. Aha. Əslində mən yoxlamadan gəlmişəm. Heyvanları satmağınız barədə xəbər çatmışdı. Gəlib gözümlə gördüm ki, bu belədir. Ben dedim de tanıdım da ben dedim de. Və sizin kimi əclafları heyvanların əlində qoymaq və yaxud da ki, heyvanları sizin əlində qoymaq. Ay, siz heç, Elza Seyircahan da dörsün. Bir dəqiqədə bir... Biz bilirik de siz oradan Əslində biz də sizi yoxlayırdıq da. Biz də sizi yoxlayırdıq. Biz burada hansı ağılla biz götürüb heyvanları sata bilərik və ya da heyvanları quruda bilərik. Adınız, Biz sadece sizi yokluyoruz. Vallahi sizi yokluyoruz. İnsanlar gelir bize der ki şir derisi ver, ilan derisi ver. Biz onu satarız. Biz. Bəs bu nədir qurutmusunuz? Ay xanım, Onu bu ilan elə... boğurdu, o da onun başını dişledi, rəhmətə gediblər, kurudu saklamışlar. Bir dəqiqə, narahat olmayın, bir dəqiqə, xanım. Ay, sən vuracam mən. Heç yerə zəng eləməyin, çox xahiş edir. Bir dəqiqə gözləyin, xanım, bir dəqiqə gözləyin. Və görün, bu nə məsələdir bu heyvanları Bir dəqiqə, saxlamaq? bir Allah'ım dəqiqə. sen öldürdün bu tembelin işlerini. Siz neden? Bir dəqiqə deyəm. Bir dəqiqə qulaq asın, şu. Sizdən gör necə şikayətlər yazacağım mən. Bir dəqiqə, zəhmət olun. Mən dedim, sizin kimi insanlara görə heyvanlar bugünə qalıb. Sən milçək öldürürsən, Az yok. Bir dəqiqə. sən heyvanları qurudursan, Ay. hamı, mən sizə deyirəm sözümü. Bir dəqiqə, siz- Hamı biləcək, Narahat ay, olmayın, heç narahat saatda olmayın. Dəhşət be bu, ay şu.